Hamıya salam, mənim adım Fidandır və siz yenə yeraltıya baxırsınız. Dövrün aktual problemlərindən birini müzakirə edəcəyik. Cəmiyyətdə tez-tez artan dələduzluq halları. Çox tez-tez mətbuatda dələduzluq qurbanlarının şikayətlərini eşidirik. Ən çox da kibercinayət. Bəs bu qurbanların özləri heç mi günahkar deyil? Niyə insanlar dələduzluğa məruz qalır? Bu sualların cavabını bugün yeraltıda axtaracağıq. Getdik. Xoş gördük hər birinizi, əziz izləyicilər, əziz qonaqlarım, əziz metro sərnişinləri, sizə də salam, xoş gördük. Çox uzatmadan keçirəm qonaqlarımın təqdimatına və çox enerjili şəkildə mövzumuza keçəcəyik. Telejurnalist Rövşənə Ağasəf qızı. Xoş gördük Rövşənə xanım, çox şadam sizi burada görməyə. Balaca vaxtımda mən sizin verilişinizin kadr arxasında olmuşam, artıq qonağımsınız. Çox şadam burada olmağımıza. Sosial xəbər aparıcısı, telejurnalist İlkin Abbas. Xoş gördük İlkin bəy. Xoş gördük. Müğənni, bəstəkar, Eurovision 2024 təmsilçimiz Fəxri. Xoş gördük Fəxri. Xoş gördük, xoş gördük. Çox bəyənirəm musiqinizi bu arada. Təşəkkür edirəm. Üzünüzdə də bəlkə də olmasın. Dedim. Dedim artıq keçdi. Eyvaz Kərimov, IT mütəxəssisi. Xoş gördük Eyvaz bəy. Xoş gördük. Mövzuya keçməmişdən istəyərdim ənənəvi sualımı verim sizə. Son dəfə nə vaxt metrodan istifadə eləmisiniz? Məktəb illərində son dəfə istifadə eləmişəm, ondan sonra istifadə eləməmişəm. Hardasa bir 10 ildən yuxarıda istifadə Artıq şəxsi avtomobilə keçdiniz məktəb illərində. Bəli, ondan sonra istifadə eləmirik, amma xoşdur. Əslində, misal xərclərdən qurtulmaq üçün çox əla vasitə. Qonaqlarıma sualımı verirəm. Heç dələduzluq faktının qurbanı olmusunuz? Ümumiyyətlə, insanlar bu hücumlardan aşikar olmalıdır. Aşikar olmalıdır ki, bununla bağlı ən azından bir tədbir görə bilsinlər. Hücumların iki növü var, phishing və vishing hücumlardır. Phishing hücumlar insanları mail vasitəsilə aldatmaq yönümlüdür. Misal, hər hansısa bir rəsmi saytın və yaxud da ki, hər hansısa bir platformanın saxtasını yaradıb insanları belə deyə yönləndirmək istəyirlər ki, onların vəsaitlərini oğrasınlar. Phishing hücumlar isə zəng vasitəsilə olur. Təbii ki, bundan qorunmağın yolu ayıq-sayıq olmaqdır ilkin növbədə. Amma ondan savayda gələn hansısa bir, misal, hər hansısa bir mail gəlirsə, o maildə linka daxil olursunuzsa, həmən linkdə konkret olaraq girişdə rəsmi sayt olub-olmadığını yoxlamaq lazımdır. Bundan savayı proqram yükləyiriksə telefona, yüklədiyimiz bu applicationın həqiqətən də saxta olub-olmadığını və yaxud da rəsmi saytda olub-olmadığını yoxlamaq lazımdır. Bir də belə bir məsələ var ki, dələduzlar insanların zəif nöqtəsindən istifadə edir. Misal, tək bu deyil, axı kibercinayətlərdə tək bu deyil. Misal, olur ki, kimsə yazır ələxsuzda tanınmış insanlara ki, bu mənim uşağımdır, xərçəng xəstəsidir, bu kart nömrəsidir. Bunu paylaşın, sən də paylaşırsan, sənin kütlən görür və başlayır həmin adama pul göndərməyə. Bu da dələduzluğun bir növüdür. Dediyimiz kimi insanların zəif nöqtəsindən istifadə eləmək. Misal, Instagramda hər hansısa bir... Misal uşaq kimi, hə. Təbii ki, Instagramda misal hər hansısa bir post paylaşırlar, həmən postu reklama çevirirlər. Reklamda bildirilir ki, hər hansısa bir ürün nəzərdə tutaq, həmən ürünün misal, satış dəyəri 10 manatsa onu 1 manat kimi qeyd edirlər və saxta bir platforma hazırlayırlar. Həmən platformaya daxil olanda siz ödəniş eləmək istəyirsiniz ki, həmən ürünü əldə edə biləsiniz. Və kart məlumatlarını daxil edəndə avtomatik olaraq sizin hesabınızdan pul çıxır. Buna da diqqət olunmalıdır məncə. Bunu misal hansı saytlarda eləmək olar, hansılarda eləmək olmaz? Nəyə diqqət eləməlidir? Misal, belə deyək də, Instagramda paylaşılan hər hansısa bir səhifə varsa, misal, tutaq ki, nəzərə alaq ki, hər hansısa bir hipermarketin adından bir səhifə paylaşılıbsa, oradan əgər birbaşa link verirsə ki, nəzərə alaq ki, biz oradan alış-veriş eləmək istəyirik, həmən səhifənin həqiqətən də böyük hipermarketlərə aid olub-olmadığı aydınlaşdırılmalıdır. Yəni, rəsmi səhifəsi varsa, rəsmi səhifəsini ödəniş eləyə bilərsiniz, amma belə yox. Son olaraq hərəvizdən qısa olaraq insanlara tövsiyənizi bu mövzuda almaq istəyərdim. Hər hansısa bir application yükləyirsinizsə, müəyyən icazələrdən istifadə olunursa, o icazələrə diqqət eləyin. Əgər sizə tanışınızın nömrəsindən zəng gəlirsə və bu zəng sayəsində, misal, o öz səsini süni intellekt vasitəsilə yansıdıb sizdən nəyisə əldə eləməyə çalışırsa, müəyyən bir şifrə təyin eləyin öz yaxınlarınız arasında və dələduzluqlardan uzaq olun. Bu qədər.